Hörmətli valideynlər, əziz uşaqlar, yay tətili günləri başlayıb. Çalışmalıyıq ki, bu günləri həm əylənərək, həm oynayaraq, həm də öyrənərək keçirək. Bu baxımdan düşünürəm ki, kitab oxumaq və mütaliə əvəzsizdir. Əziz valideynlər, bu işdə sizin üzərinizə böyük yük düşür. Çalışın ki, övladlarınızı kitab oxumağa əvəzləndirəsiniz. Onların bu yay günlərini həm oynamaqla, həm də mütaliə ilə keçirəsiniz. Mən hazırda bir yay düşərgəsindəyəm, uşaqlar üçün təşkil olunan. Bu çadırlar da həmin düşərgəyə aiddir. Bu düşərgə müddətində də uşaqlar həm əylənirlər, həm oyunlar oynayırlar və eyni zamanda kitab oxumağa da mütləq vaxt ayırırlar. Bunun təbii ki, ən yaxşı yolu həm də valideynlərin uşaqlarına qoşularaq oxumağıdır. Çalışın ki, gündə yarım saat, 1 saat kitab oxumağa vaxt ayırasınız. Heç olmasa uşaqlar gündə 3-5 səhifə oxusalar, o 3 aylıq yay tətilində 1-2-3 kitabı bitirmiş olacaqlar. Mən xüsusi adlar çəkərək sizi məhdudlaşdırmaq istəmirəm. Valideynlər öz övladlarını tanıyırlar. Dünya klassiklərindən, Azərbaycan klassiklərindən uşaqlar üçün olan yüzlərlə maraqlı kitab var. Kitablardan hər hansı birisini seçin, ona hədiyyə edin və həvəslənərək birlikdə oxumalar üçün xoş bir mühit yaradın. Xoş istirahətlər və xoş mütaliələr.